Bir dəqiqə. Yox, Nəzir müəllim deyildi. Kompüter dedim, yayın paylaşıram. Buyurun, paylaşdım. Sen de sual alalım. Uşaqlar, 11.7-dən ilk 10 sualdan kimin nə sualı varsa buyursun. İlk 10 sualdan. Və heç bir sualınızı saxlamırsınız. Bütün suallarınızı verin. İlk 10 sualdan yoxdursa əgər, 10-dan 20-yə qədər olan suallardan yazın. 10-20 arasında. 10-20 arasından başlayırıq uşaqlar. İlk sualımız 13-cü sual. Deməli uşaqlar, baxın, deyir ki, K bərabərdir F6, F6. K-nı çap et. Yəni, F funksiyasına 6 qiymətini göndər, çap et. Baxın, bura 6-nı biz göndərəndə, indi sizi burada çaşdıran məqam nə olur? Biz həmişə demişik ki, bu if bir-birindən ayrıdır. Bunlar hər biri yoxlanmalıdır. Amma yalnız def-də belə bir proses baş verir ki, def-də return görünən kimi proses dayanır. Məsəl üçün, bizdə deyir ki, 6%2 bərabərdir 0-a. Yəni, 6 cütdürmü? 6 cütdürmü deyəndə deyir ki, bəli, 6 cütdür və return 2. 2-ni qaytarır bizə qiymət olaraq, digərlərini yoxlamır. Cavabımız da olur D variantı. Çünki bizə dediyimiz kimi funksiya bizə bir dəfə qiymət qaytarır, return bir dəfə qiymət qaytarır. Günay, başa düşdünmü? Nərgiz, sən? Əla. 15-ci sual. Uşaqlar, 15-ci sual rekursiyadır. Rekursiya bizim sınaqda da bir dənə rekursiyanız var idi. Əslində düzgününə qalanda rekursiyanı qəbula sala bilməzlər. Amma qəbula əvvəlki illərdə bir dəfə düşmüşdü. Niyə sala bilmirlər? Onu da deyim mən sizə. Çünki rekursiya məktəb kitabında yoxdur. Yəni məktəb dərsliyində keçirilməyən dərsi, məktəbdə keçirilməyən dərsi sala bilməzlər. Amma təəssüf ki, biz bunu öyrənməliyik. Çətin də düşmür, onu da sizə deyim. Uşaqlar, n-ə bir qiymət versək, məsəl üçün n-ə bir 5 verirəm buradan, düşünək ki. N 5 olduğu zaman gedib F5-i axtarmalıyam, düzdürmü? F5. Bax, indi fikir versək, F5 nəyə bərabərdir? F5 bərabərdir if n bərabərdir 0-a. 5 0-a bərabərdir, yox. Else s bərabər n vurulsun, f çıxılsın 1. Return s. Yəni F5-ə qayıdacaq qiymət bu s-in nəticəsidir. Bu s-in nəticəsi nədir bəs? 5 vurulsun, baxın n vurulsun, F4, 5 çıxılsın 1. İndi bizə F4 lazımdır. F4-ün qiymətini bilmirəm. F4-ün qiymətini tapmaq üçün yenə də n 0 olana qədər həmişə bu s-i göndərəcək. Return edəcək. Yəni 4 vurulsun F3. Daha sonra F3-ü axtarıram. F3 nəyə bərabərdir? 3 vurulsun F2. Daha sonra F2 nəyə bərabərdir? Bəs 2 vurulsun F1. Bəs F1 nəyə bərabərdir? 1 vurulsun F0. 1 vurulsun F0. İndi biz burada bunu gördük və F0 yazdığımız zaman isə F0 nəyə bərabərdir? N 0 olduğu zaman S-in qiyməti 1 olsun. Və return S F0-a 1 qiymətini qaytarır. F0-ın 1 qiymətini gətirib burada yerinə yazsam, F1-in qiyməti 1 olur. F1-i burada görürəm, gətirib yerinə qiymətini yazsam, buradan F2-nin nəticəsini alıram. F2-nin nəticəsini burada gətirib yerinə yazsam, F3-ün nəticəsini alıram. F3-ün nəticəsini gətirib burada yerinə yazsam, F4-ün nəticəsini alıram. F4-ün nəticəsini gətirib burada yerinə yazsam, ümumi F5-in nəticəsini alıram. 120 qiymətini bizə qaytardı. Burada neynədir? Baxaq, ya deyirik ki, 5 faktorial tapıldı, ya da ki, 1-dən 5-ə qədər ədədlərin hasili. Yəni biz burada n-ə 5 verdiyimiz üçün 5 deyirik. Ola bilər ki, n-ə başqa bir ədəd verək. Ona görə də ya deyərik ki, n faktorial hesablanır, ya da deyərik ki, 1-dən n-ə kimi ədədlərin hasili. Burada doğru cavabımız B variantı olmuş olur. Günay, başa düşdünmü? Daha sonra 16-cı sual. Neçə?
9 əlbəttə baxar. Bəli, bəli, uşaqlar, nə sualınız varsa verin. Nə sual, heç bir sual saxlamayın. 9. Baxın, 9-da bir nə görürük? Biz burada bir funksiyamız var bizim. Bir dəqiqə. Niyə çap oldu? Hə, düzəldi. Uşaqlar, burada çap yazdım və return yoxdur. Deməli, burada nə var? Prosedur var. Prosedur. Biz harada çapı çağırsaq, print salam dünya çıxacaq. Yəni B variantı. Aydındır. Sonra 14-cü suala baxırıq. 14-cü suala K bərabərdir D funksiyasının 1-2 qiymətinə K-nı çap elə. D-yə 1-2-ni göndəririk. Bax, mehri. D-yə 1-2-ni göndəririk. Deməli, X-in qiyməti 1, Y-in qiyməti 2 olur. X burada nəyə bərabərdir? F 1-2. F1-2-dən biz qiymət tapmalıyıq. Göndəririk F1-2-yə. Burada X-in qiyməti nəyə bərabər? 1 üstə gəlsin 2, yəni 3. Y-in qiyməti nəyə bərabər? 2 üstə gəlsin 2, yəni 4. Return nə verir? X plus Y. 4 və 3 cəm bizə nə verir? 7-ni verir. Deməli, X-in qiyməti artıq burada oldu 7. Daha sonra Y bərabərdir. F, YX. Y-in qiyməti 2-dir. X artıq funksiyanın daxilində qiymət dəyişdirdi. X-in qiyməti oldu 7. F2 7-ni axtarırıq. F2 7. F2 7-ni axtaranda X bərabər X üstə gəl 2, yəni 4. Y bərabərdir Y üstə gəl 2, yəni 9. Y-in qiyməti 7-dir. Return yenə X plus Y bizə 13 qiymətini verir. 13 qiymətini verir. Yəni bizə 2 7 qiymətinə də 13 qayıdır. Və bu funksiyada X-i və Y-i tapdım. Return qiymət qaytar X plus Y-ə. 13 üstə gəl 7. Bu da bizə 20 nəticəsini verir Y variantı. Başa düşdünmü? Sən də sağ ol. Keçdik uşaqlar 16-cı sualı. Hə. Uşaqlar, bax 16 tipli suallarda nə edirik? Yadımızda saxlayaq. Əsasən bu tipli suallarda, yəni funksiyadan belə verilən suallarda addımların necə çalışdığını biz dərk eləməliyik. Yəni addımlar nə edir? Bu funksiya ümumən bizə hansı qiyməti qaytarır? Bu anlayışları biz bilməliyik, özümüzdə dərk eləməliyik. Yəni necə? Baxın, ilk öncə mən burada görürəm ki, bir funksiyam var. Funksiyanın nə iş gördüyü mənə maraqlı deyil. Aşağı baxıram hələ. Görün bəli aşağıda hansı proseslər baş verir? S0-dır, A-ya bir siyahı verib P1-dir. For i in A deyir ki, əgər yox, i-nin qiymətlərini A-dan götür. If əgər f-i-dən f funksiyasından bizə true qiymət qayıdarsa, s-in üzərinə i-ni gəl, əks halda p-ni i-yə vur. Deməli, baxın, burada belə bir nəticə çıxarıram ki, funksiya bizə true qaytaranda həmən o i-ləri cəmləyirəm. Funksiya bizə false qaytaranda mən həmən o i-lərin hasilini tapıram. İndi gəlin görək bu nə edir? Fx funksiyası isə deyir ki, x-ə gələn faktiki parametri yoxlayır. Əgər buradakı ədəd x təkdirsə true, tək deyilsə mütləq şəkildə cütdür false. Deməli, təklərdə true qiymətini alır. True-nu hardalar? Deməli, i-nin 1 qiymətində, 3 qiymətində, 5 qiymətində, 7 qiymətində və 9 qiymətində. Deməli, true qiymətini alır və bu qiymətlər cəmlənər. 1, 3, 5, 7 və 9. Bu qiymətlər cəmlənər. 9, 18, 25 edir. Bəs yerdə qalan cüt qiymətlər burada hasili tapılır. 2 vurulsun 4, vurulsun 6, vurulsun 8. 8, 48-i 8-ə vuranda sonu 4, bu da 38, 384. Deməli, S və P-ni bizdən istəyir. S-in qiyməti 25-dir, P-nin qiyməti 384-dür. Taciyə, başa düşdünmü? Aysel, başa düşdünmü? Sonra baxırıq neçənci sualı? 17-ci sualı. Uşaqlar, 17-ci sualda nə deyir? Bax,
Deyir ki, tam ədədlərdən ibarət bir A siyahısı var. Bu xəyali bir siyahıdır hardasa. Biz görmürük. Lap tutaq ki, A-nın belə bir siyahısı var. Tam ədədlər var içərisində. Deyək ki, belə 121, 255, 787, 991. Baxın indi for i in A. Deyir i-nin qiymətlərini A-dan götür. Əgər i-nin i-nin qiyməti funksiyaya göndərildiyi zaman bizə true nəticəsini verərsə, həmən o i-ni çap elə. Uşaqlar, gəlin görək bu funksiya bizə nə iş görür. Funksiyaya baxdığım zaman görürəm ki, funksiyanın burada formal parametr x-dir. Bura faktiki parametr göndərir. Məsəl üçün, 121'i. Birinci 121'i göndərir. Uşaqlar, deyir ki, 121'i STR-ə çevir. 121 STR olsun. Daha sonra sual verir. If, əgər x 121 bərabərdirsə, x sonra indeksləmə üsulu, kəsiklər götürmə üsulunda bunu keçmişdik. Uşaqlar, istənilən bir sətri bu ardıcıllığı tətbiq etsək, bu indeksləməni tətbiq etsək, bizə nəticə olaraq nə verirdi? Kim deyər? Tamamilə doğrudur. Tərsinə çevirirdi. Mahya buyur. Hə, əla. Uşaqlar, deməli deyir ki, 121 121'ə bərabərdir. Deyir ki, true. Bəli, true. Bərabərdir. O zaman bizə true nəticəsini verir. Əks halda false verir. Deməli bu neyniyir? Bu sağdan sola oxunuşu ilə soldan sağa oxunuşu eyni olan ədədlərə true verir. Yəni hansı ədədlərdir bu ədədlər? Palindrom ədədlər. Yəni palindrom ədədləri çap edir. Burada nəyi çap edər? 121'i, 787'ni, digərlərini çap etməz. Nuray, başa düşdün mü bala? Hələ. Sonra bax. Hə, onu mən xəyali. Bu deyir ki, tam ədədlərdən ibarət A siyahısı var da hardasa. Sonra uşaqlar nəyə baxırıq? 18-ci sual. Buyur sorumuz. Armstrong ədədləri, məsələn 153 Armstrong ədədidir. Məsəl üçün bu 1'in kubu, üstə gəlin 5'in kubu, üstə gəlsin 3'ün kubu. Bizə yenidən 153 verirsə, bura Armstrong deyirlər. Bunun 3 olmasının səbəbi ədədin 3 rəqəmli olmasıdır. Əgər ədəd 4 rəqəmli olarsa, qüvvət 4 rəqəmli olur. Qüvvət 4 olur daha doğrusu. Aydındır? Məsəl üçün gəlin praktik olaraq bir kod yazaq. Məsəl üçün deyək ki, saniyə proqramı açmaq istəyirəm, bizi Tony'nin saytına göndərdi. Tony bizdə yoxdur ki. Buradadır. Tutaq ki, bizə deyir ki, bax, bir n ədədi daxil edilmişdir. Məsəl üçün deyirəm ki, n bərabərdir int input. Uşaqlar, bu ədədin Armstrong ədədi olub olmadığını yoxlamaq istəyirəm. Belə deyim də, amma neçə rəqəmli olduğunu bilmirəm. Sizcə bunu necə çalışdırırım mən? Kimsə fikri var uşaqlar? Fikri olan varsa desin, yoxsa mən yazım. Nəyə? Kimsə dedi. Kimsə nəsə len dedi orada. Ay, sağ ol. Bax, burada uzunluq üçün k bərabər, belə yaza bilərəm da, len, str, n yaza bilərəm. Düzdürmü? Belə tapsam bəs eləyir. İndi bax, fikir ver. Print, tutaq ki, n yazıram. N yox, k. Print k yazanda bu bizə kifayət edir. Tutaq ki, mən 1, 2, 3, yox, 1, 2, 3 yazmayaq. Bax, bizə 4 çıxarır. Onsuz da belə çıxarır. Bir də sən deyən kimi, kim idi bunu deyən uşaqlar belə görə bilmirəm hal-hazırda. Nəzrin, əla nəzrin. Bax, bunu da bir də məsəl üçün k bərabər lenin, sonra k bərabər len k belə bir şey yazmağa ehtiyac yoxdur.
Bax, belə yazırıq uşaqlar. Daha sonra amma bir də bir şey var da, onsuz da biz bunu STR-ə çevirməliyik. Və yaxud da STR çevirmədən də edə bilərik təbii ki. Məsəl üçün, burada bir S dəyişəni götürərəm 0. Məsələn, while yazaram. While. Məsəl üçün, burada deyirəm ki, n nə qədər ki 0-dan böyükdür. S bərabərdir. S üstə gəlinsin. S üstə gəlsin. N-in 10-a bölünməsindən alınan qalığın üzərində nə? Nə üzərində uşaqlar? K. Düzdürmü? N də bərabərdir. N-in 10-a bölünməsindən alınan tam hissə. Ən sonda da bir dənə də şərt qoyuram. If əgər S bərabərdirsə, burada indi bir şey var ha. Burada bir şey var. Baxın, bizim ümumi axırda S-i yoxlamalıyıq, düzdürmü? S-i yoxlamalıyıq və n-lə müqayisə etməliyik. Burada bir x götürürəm. X bərabər n götürürəm. Niyə? Çünki axırda mənim n-im 0 olacaq axı. Mən axırda məsələn if s bərabərdirmi n-ə sualım versəm, heç vaxt bu bərabər olmaz. Çünki s müəyyən bir ədəd qiyməti alır və heç vaxt bərabər olmaz. Amma s bərabərdirmi x-ə? O zaman deyirəm print dırnaqda Armstrong S print məsəl üçün deyək ki no. Gəlin bunu çalışdıraq. Məsələn F5-i basaq. 153-ü götürsək, baxın Armstrong 153. Başqa bir ədəd götürək məsəl üçün. Tutaq ki 400 nəsə 4532-ni götürsək no. Armstrong deyil. Ədədin Armstrong olub olmadığını yoxlayan kod. Uşaqlar, bu kodu kimsə başa düşmədisə desin necə çalışdığını. Kimdir başa düşməyən? Mahiyə. Bax, bura bax. Daxil etdiyim ədədin neçə rəqəmli olduğunu bilirəm. Bu K nədir? Len uzunluğu. Məsəl üçün, deyək ki, ədəd 2456-dır. Bunun uzunluğu neçədir? 4. Mən bunu yazanda belə yazmalıyam da. 2 üstü 4, üstə gəlsin 4 üstü 4, üstə gəlsin 5 üstü 4, üstə gəlsin 6 üstü 4. Razısan mı bundan? Bax, indi hər dəfə də S-in üzərinə n ona bölünməsindən alıb. Bu dəfə burada tərsinə gedir də. 6-nın üstü 4, K4 daxı. Üstə gəlinsin sonra 5-in üstü 4, üstə gəlsin 4-ün üstü 4, üstə gəlsin 2-nin üstü 4. Belə gedəcək. Sən də sağ ol. Uşaqlar, başa düşməyən oldu mu? Tacə başa düşdün bu kodu? Onsuz da biz buraxılış bitən kimi xüsusi bir günümüz olasıdır ki, həmən gün sırf kod yazasıyıq. Başqa bir işimiz olmasıdır. Ancaq kodlar. Mən sizə kodlar verəcəm. Siz kodları yazıb mənə ekran açıb göstərəsiniz. Elə davam edəsiniz. Davam edək uşaqlar. Biz 18-ə baxırıq. Uşaqlar, 18-də deyir ki, proqram təyinatı nəyi hesablayır? Gəlin bura bir dənə 4 verək. Məsəl üçün, biraz balaca bir ədəd olsun. Ne fikir versək? Print fn, f4 yəni. A-ya da bir qiymət verirəm uşaqlar. A-nın qiyməti olsun 3. İndi fn axtaranda f avtomatik 3, 4 axtarır. F3, 4-də n 0-dır, n 4-dür. Xeyr. Else halına gedir. A vurulsun, 3 vurulsun, f3, 3 olur. Return s, yəni f3, 4-də bu qiyməti qaytarır. Biz f3, 3-dən də qiymət çıxarmaq istəyiriksə, ta ki n 0 olana qədər else qoluna gedər. Yəni 3 vurulsun f3 2, sonra f3 2 bərabərdir. 3 vurulsun f3 1, sonra f3 1 nəyə bərabərdir? 3 vurulsun f3 0. İndi f bəs 3 0 nəyə bərabərdir? N 0 olduğu halda s'in qiyməti 1-dir və return s. 1-i qaytardı bizim üçün. F3 0-ı aparıb yerinə yazıram. Burada olur 3 vurulsun 1 bərabər 3-ə. Daha sonra f3 1 3 oldu. 3 vurulsun 3 bərabər 9-a. Burada 3 vurulsun 9 bərabər 27-yə. Burada da 3 vurulsun 27 bərabər 81-ə. Və sonda cavabımız nə oldu? 81.
3 və 4-dən 81-i biz necə ala bilərik? 3-ün üzərində 4 yazarıq. Deməli, A üzərində N-i hesablayır. Aysel, Nərgiz, Solmaz, Nicat, Nəzrin. Başa düşdünüzmü? Günay. Kimə çatmadısa mütləq şəkildə desin. Əla. Sonra 19 uşaqlar. 19 da çox maraqlı bir koddur. Uşaqlar 19-a fikir versək, baxın burada P funksiyasına A0-ı göndərir, P funksiyasına A1-i göndərir, P funksiyasına A2-ni göndərir. Burada F funksiyası ümumiyyətcə çalışmır. Ümumiyyətcə heç bir işdə, prosesdə iştirak etmir. Sadəcə çaşdırıcı bir məqam kimi ola bilər və yaxud da siz kod yazmısınız, sizin kodunuz yalnızca P-dən istifadə edir burada. Uşaqlar, gəlin baxaq görək P funksiyası nə iş görür. Uşaqlar, P funksiyası nə iş görür? Kim deyə bilər mənə? Səs atsın desin. Əl qaldırmağa ehtiyac yox. Bəli, tamamilə doğrudur. Bəs yaxşı, bunun nəticəsi hansı tipdə olur? Tip olaraq deyirəm. Int olur, float olur, str olur, nə olur? Float olur. Bir ədədi say sisteminə çevirəndə, 7-lik say sisteminə çevirəndə float qiymət qaytarır bizə. Int olur. Uşaqlar, baxın, bu kimi hallarda say sisteminə ümumiyyətlə çevirmədə həmişə STR qiymət qayıdır bizə. Sonradan int eləyə bilərik istəsək. Baxın, S-ə bir boş sətir verib. X nə qədər ki 0-dan böyükdür, X-in 7-yə bölünməsindən alınan ədədi STR-ə çevirir, S-in üzərinə gəlir. Yəni bu formada ardıcıl olaraq düzür. Sonda S-in nəticəsi nədir? Baxın, dairəyə alıram. Nədir? STR. Və return S verib bizə. Yəni qaytarılacaq dəyər də STR tipində qayıdır. Qayıdacaq dəyər də STR tipində qayıdır. Yəni 25-i də, 36-nı da, 17-ni də göndərir P funksiyasına, 7-lik say sisteminə çevirir. Bəli, doğrudur. 25-i biz 7-lik say sisteminə çevirsək, 25-in içində 7-nin 7 üstü 1 var, 3 dənə 7 üstü 1 var və 4 dənə də 7 üstü 0 var. Üstə gərək 4 dənə də 7 üstü 0. Bu bizə 34-ü verir 7-likdə. Sonra 36 var. 36-da 5 dənə 7 üstü 1 var. Üstə gəlsin 1 dənə 7 üstü 0 var. Bu da bizə 51-i verir 7-lik say sistemində. Daha sonra nə qaldı? 17 qaldı uşaqlar. 17-nin içərisində 7, 2 dənə 7 var. 7 üstü 1 var daha doğrusu. 3 dənə də 7 üstü 0 var. Bu da bizə 23-ü verir. İndi uşaqlar 34-ü, 51-i, 23-ü cəmləyir. STR olduğuna görə bunlar bir-birinə yapışır. C variantı. Taziyə başa düşdünmü bala? Mahiyə sən. Bəs uşaqlar siz deyirdiniz ki, ədəd int tipində ədəd qaytarır. Bəs sual olaraq niyə qeyd eləməmisiniz? Int tipində bunun cavabı yoxdur axı burada. Yox, uşaqlar bayaq dedi ki, int tipindədir. Int tipi olsaydı əgər, bu 34, 51, 23 bizə nə verərdi? 5, 8, 3, 8, 10, 108 cavabını verərdi axı bizə bunlar deyən kimi olsaydı. Bax, sual gizlətməyin ha uşaqlar. Konkret olaraq sual gizlətmək olmaz. Yazmamısansa denən müəllim mən yazmamışam. Mən heç birini yaza bilmədim. Hamısını oturaq bir-bir izah edək. 19 da belə. Uşaqlar indi 20-dən 30-a qədər suallarınızı qeyd edin. 20-30 aralığındakı suallar.
20-dən 30-a qədər hamısını yazırıq uşaq. Deməli, bax, burada deyir ki, k bərabərdir 6, fun k, fun 6-nı tap. Uşaqlar, burada fun yox, f olmalıdır. Bura baxın, çünki burada f funksiyası da səhv düşüb. İndi L bərabərdir fun k. İndi fun k-da 6-nı deyir bizə. Deməli, f6-nı axtarsan, bax, fikir verin. f6. 6 3-dən kiçikdir, yox. L salına gəlir. S-in hansı qiyməti qayıdır? 6 vurulsun f5. f5-i axtarsam, 5 vurulsun, artıq bunu bilirsiniz deyə biraz sürətlə yazıram. f4. f4 bərabərdir 4 vurulsun f3. f3 nəyə bərabərdir? 3 vurulsun f2. İndi f2 nəyə bərabərdir bəs? 2 3-dən kiçikdirmi? Deyirik, bəli, 2 3-dən kiçikdir. 2 3-dən kiçiksə s-in qiyməti nə qaytarır? 2 qaytarır. Bura 2 qayır. Deməli, 3 vurulsun 2 bu eləyir 6. 6 vurulsun 4 24. 5 vurulsun 24 120. 120 vurulsun 6 720. Şuralar bu nəyə hesabladı? 6 faktoriyalı hesabladı. B variantı. Mahya, başa düşdün? Yirmi birinci sual. Uşaqlar, baxın. Burada görək nə edir? Deyir ki, for i in range 10-dan 100-ə qədər hansı aralıqda qiymətlər alır? 10-dan 99-a qədər bütün iki rəqəmli qiymətlər alır. Çap et f i-ni. Görək f funksiyası nə edir? I-nin başına nə oyun gətirir? Burada x formal parametrdir. X daha doğrusu i faktiki parametr. Bura göndərəcəyimiz görün nə edir? Tutaq ki, mən bura 27 göndərirəm. Bütün ədədləri bir-bir göndərəcəm bura, düzdürmü? Tutaq ki, 27-ni göndərdim. Bax, fikir verin. Deyir, m bərabərdir 27-nin ona bölünməsindən alınan tam hissə 2. T bərabər 27-nin ona bölünməsindən alınan qalıq 7. İndi baxın, T, bir dəqiqə. T, m, t. Uşaqlar, deyir, t, m-ə bərabərdir. Deməli, t nəyə bərabərdir? T, m-ə 2-yə bərabərdir. Ardıcıl mənimsətmədə sətir bitməmiş mənimsətmə baş vermədiyini bilirik. Dərs zamanı bunu demişəm sizə. Deyir ki, gözlə, ən sonda sənə 2 qiymətini verəcəm. İş bitsin. M də T-yə bərabərdir. M T-yə bərabərdirsə, M də 7-yə bərabərdir. Düzdürmü? M də 7-yə bərabərdir. Və sonda bəli, bunlar yerlərini dəyişdi. Return setir M 7 setir tipində. Üstə gəlsin setir T 2 setir tipində. Nə olur? 7, 2, 72. Uşaqlar, 27, 72 olsa, deməli bu neyinir? Bütün iki rəqəmli ədədləri tərsinə çevirərək çap edir. Bütün iki rəqəmli ədədləri tərsinə çevirərək çap edir. Günay, başa düşdün? Aysel, başa düşdün? Mehri, sən? Əla. 22. 22. Uşaqlar, 22-yə yerində baxsaq, bax, fikir verin, 22-də, Mehri, bax, bu hissə neyinir bala? De görün mənə, bax, bu hissə. Bəli, tamamilə doğrudur, 8-liyə çevrilir, əla. Və nəticə hansı tipdə olur? De görün mənə. Yox, tipini soruşuram, tip. Onu bilirəm. STR olur, bəli, STR olur. Bax, indi deyir ki, A0-ı, A1-i, A2-ni F funksiyasına göndər, sonra cəmlə. İndi 25-i biz 8-liyə çevirəndə, bax, belə dedik. 25-i bölürsən 8-ə, 3 dəfə. 3 dəfə 8-in 24. Burada qalır 1. 3-ü də bölürsən 8-ə. Tam hissə neçə qalır? 0. 0-ı 8-ə vuran 0, 3. Ta ki, burada 0 qalana qədər davam edirsən. Tərsinə götürürsən, deməli, bunun yazılışı nədir? 3, 1, 8-lik say sistemində. Və yaxud da bunun belə də bir qaydası var. İndi bunu təkrar zamanı deyərik. 25-i, 25-in içində 8-in hansı qüvvəti var? 8 üstündə 1 var. Bəli, 3 dənə. Düzdürmü? Bəli, üstə gəlsin, bir dənə də 8 üstü 0. Tamamilə doğrudur. 3, 1, 8-lik say sistemi. Belə də yaza bilərsən.
Bu böyük rəqəmlərdə daha effektiv olur. Böyük rəqəmlər, böyük ədədlərdə daha doğrusu. İndi burada 36-nı çevirsək, 36-nın içərisində 8-in hansı qüvvəti var? 8 üstü 1, 4 dənə, bəli. 4 dənə də 8 üstü 0. Bəli, tamamilə doğru. Qətiyyən bilmirəm. 17. Əla. 17-nin içərisində nə var? 2 dənə, bəli. Bir dənə də 8 üstü 0. Bəli, əla. İndi bax 31-in üzərinə 44 gəl, üzərinə 21 gəl, amma STR tipində. Nə olur bunun cavabı? Ay sol, əla. C variantı. Əla. 22. Günay 22 sənin də sualın idi. Başa düşdünmü? Nihat sən? Nihat sən də başa düşdünmü? Nihat Məmmədov. Əla. Uşaqlar 23-cü sualdan davam edirik. Deməli 23-cü sualda C bərabərdir D funksiyasına 2-ni və F2-1-i göndərilir. Deməli D funksiyasına göndərəcəyimiz faktiki parametrin birinin qiymətini F funksiyası təyin edir. F funksiyasına 2-1-i göndəririk. 2-1-i göndəririk. Deməli F funksiyasının qiyməti nə olur? Buradan bizə nə qaytarır? 4, bu da 4. Nəticə olaraq 8. Deməli biz burada D 2, 8-i axtarırıq. Gətirib burada yerinə 2, 8 yazdığımız zaman x-in qiymətinin 4 olduğunu görürük. X bərabər 4. Y bərabər y üstə gəlinsin. Yəni 8 üstə gəlinsin f x, y. X-in yeni qiyməti 4-dür. Y-in qiyməti də 8-dir. Deməli f4 8 axtarırıq burada. F4 8. F4 8-də x nəyə bərabər? X üstə gəl 2, yəni 6-ya. Y nəyə bərabərdir? Y üstə gəl 3, yəni 11-ə. Nəticə olaraq x plus y bizə bunlar nə verir? 17-ni vermiş olur. Yəni 8 üstə gəl 17, bu bizə 25 qiymətini verir. X-in qiyməti 4, y-in qiyməti 25. X plus y bizə nə verir? 29. Sonra uşaqlar başa düşməyəndə deyin. Başa düşməyəndə deyin. Sonra 24. 24-cü suala fikir versək, deyir ki, proqramın icrası zamanı n dəyişəni üçün natural ədədlər daxil edilmişdir. Proqram əvvəlcə 8, daha sonra isə 14 qiymətini çap etmişdir. Buna əsasən n dəyişəninə daxil edilə biləcək ən kiçik və ən böyük qiymətlərin cəmini tapın. Baxın, proqram əvvəlcə 8 qiymətini çap edib. A-nın qiyməti deməli 8-dir. Buradan yazıram. A bərabər 8. Y-in qiyməti isə 14-dür. Y-in qiyməti isə 14-dür. İndi burada fikir versək, A-nın qiyməti 2 artır və burada proses necə baş verir? N 8-dən böyükdür, N 8 daha doğrusu 0-dan böyükdür həmişə. Ta ki 0-dan kiçik bərabər olana qədər. N də 8-ə bölür. Deməli bu proses 4 dəfə baş verib ki, bu A-nın qiyməti sonunda 8 olur. Və bu deməli söhbət burada say sistemindən gedir. Bax fikir verin, əgər f-in, f funksiyasına da baxırıq, f-in nəticəsi cütdürsə, f-in nəticəsi də bizə return nəyi verir? Göndərəcəyimiz ədədin 8'ə bölüb qalığını tapır və əgər cütdürsə, y-in üzərinə həmən ədədləri, rəqəmləri gəlir. Və n-i də 8'ə bölüb tam hissəni götürür. Buradan belə bir nəticə çıxara bilərik ki, bizim ədədimizin cüt rəqəmlərinin cəmi 14-ə bərabərdir. Cüt rəqəmlərinin cəmi. 8'lik say sistemində də bizim ədədimiz, rəqəmlərimiz neçə ola bilər? 0, 1, 2, 3, 4, 5, 6 və 7. Yaxşı, bəs burada deyə bilərikmi ki, biz ilk yerə 6 qoyuruq. İlk yerə 6 qoysaq, biz 14 almaq üçün belə istifadə edə bilərik cüt rəqəmlərdən. 6, 6 və 2-dən istifadə edə bilərəm. Şurada gətirib bura 6, 6, 2 yazsam, bura 7 yazsam, bu ən böyüyü olmaz. Bura 7 yazsam, bura 6, 6, 2 yazsam, bu ən böyüyü olar 8'lik say sistemində. Və cəmlənmədə də cütlər iştirak elədi. Bəs ən kiçiyi necə tapırıq? Ən kiçiyi tapmaq üçün isə bura 1 yazıram, bura 2 yazıram, bura 6 yazıram, bura 6 yazıram. Çünki başqa çarəmiz yoxdur. 1, 2, 2, 6. Bunlar bizə
Nə qiymətini verir? 14'ü verir. Bunlar da bizə 14'ü verir. Amma cəmlənmədə iştirak etməyən nə var? Təklər var. Ona görə ən böyüyü almaq üçün 7'ni, ən kiçiyi almaq üçün 1'i yazıram. Və bunları cəmləyib sonra onluq say sisteminə keçirəm. Çünki daxil edəcəyim ədəd onluq say sistemində olacaq ki, bu istifadə olunan hissədə də 8'lik say sisteminin rəqəmlərindən istifadə etmiş olur. 24-cü sual. Görək kimin? Əminə, Taciyə, Nəzrin, Solmaz. Başa düşüldü mü balım? Əla. Əla. Başa düşdünüzmü? Əsas məsələ odur. Bax uşaqlar. Heç nəyi bax saxlamayın. Bax bir də təkrar edirəm. Mən niyə deyərsiniz ki, müəllim də elə hər dəfə ötür keçirdiyi saxlamayın. Çünki siz uşaqsınız, hələ dərk eləmirsiniz həyatda nə var, nə yox. Düşünürsünüz ki, bunu öyrənərəm də. Öyrənərəm deməkdən deyil. Yəni bu əziyyət çəkirsiniz. 11'e işləyib. Hamı yatıb, kimi telefon əlində, kimi televizorun qarşısında, nə bilim, kimisi belə deyək ki, dərs oxuyur, kimisi kef edir. Sözün belə deyək ki, o dırnaqarası kefdən gedir o söhbət. Amma siz əziyyət çəkirsiniz, dərs oxuyursunuz. O əziyyətinizi dəyərləndirmək üçün mütləq şəkildə bütün suallar verilməlidir. 25-ci sual uşaqlar. 25'e bax fikir versək, bu da çox maraqlı bir koddur. Bax funksiyaya nəyi göndəririksə, bax fikir verin. X'i n'ə bölür, qalığını götürür. X'i n'ə bölür. Neyniyir? Tam hissəni götürür. X'i n'lik say sisteminə çevirir. Bax fikir verin, X'i n'lik say sisteminə çevirir. Və nəticə də STR olur. Çünki STR'i elə S'in özünü göndərir. Deməli, fun 25 9'u göndərəndə, bax fikir verin. X'i n'lik say sisteminə deyil, düzdürmü? 25'i 9'luq say sisteminə çevirir. Yəni 25'in içində 9'un hansı qüvvəti var? 9 üstü 1 var. Neçə dənə? 2 dənə. 18. Bir də 7 vurulsun 9 üstü 0 var. Bəs fun 12 5'i göndərəndə 12'ni 5'lik say sisteminə çevirir. Burada 5 üstü 1 var. 2 dənə. 2 dənə 5 üstü 1 var. Üstə gəl 2 dənə də 5 üstü 0 var. Bunun nəticəsi 2 7. Bunun nəticəsi 2 2. Bunları da cəmləyəndə bizə nə verir? 2 7 2 2 STR tipində. Burada olur A variantı. Başa düşməyən varsa desin, yoxsa keçirəm növbətiyə. Uşaqlar, burada deyir ki, df xn, nəsə bunu hələ oxumayaq. Görək aşağıda nə deyir? Aşağıda deyir ki, i-nin qiymətləri 0-dan N-aya qədər. Burada a i-ni görürəm. Deməli 0, 1, 2, 3'ə qədər. Yəni Lena 4'dür gördüyünüz kimi. Deməli bütün elementlərə müraciət edir. Və bizim siyahımız belə olurdu. 23, 45, 78, 24. Və fikir veririksə, hər dəfə müvafiq indeksli elementi f funksiyasına göndərir və qiymətini dəyişir. Bəs f funksiyasına necə göndərir? Baxın, A0'ı, məsələn, birinci A0'dan başlayır. 10'a bölür, tam hissəni götürür. A0'ı 10'a bölür, qalığını götürür. Yəni nə edir? 23'ü, məsələn, birinci 23'dür, düzdürmü? 23'ü 10'a bölür, tam hissəni götürür. 2 qalır. 23'ü 10'a bölür, qalığı götürür. 3 qalır. F2 3'ü göndərir bura. F2 3. Gəlin görək F2 3 nə edir? F2 3 S bərabər 0 for i in range 1'dən n'ə qədər. 1'dən 3'ə qədər. Deməli nə edir? Baxın, qiymətlərimiz hansı qiymət alır? 1'i və 2'ni alır. 1 qiymətində s'in üstünə x gəlir. Yəni x'i 2'ni gəlir. Təzədən 2 qiymətində də 2'ni gəlir. Yəni 4 alır nəticəni. Daha sonra 45 qiymətində f 4 və 5 olur. F4 5'i göndərəndə bəs nə baş verir burada? Gəlin buranı təmizləyək. Ümumi bir nəticə çıxarasıyıq. 4 və 5'i göndərəndə bax n 5'ə qədər hansı qiymətlər alır? 1'i, 2'ni, 3'ü və 4'ü alır. Baxın fikir verin. 4 dəfə bu dövr təkrarlanır. Hər dəfə də s'in üzərinə x'i gəlir. Yəni 4'ü 4 dəfə cəmləyir. Yəni baxın bu nə deməkdir uşaqlar? 23 f2 3'dür. f2 3. Yəni neynə? 2'ni 2 dəfə cəmlə. Bundan bir vahid kiçik. Düzdürmü? 5'i verəndə 4 dəfə cəmləyir. Yəni 2 vurulsun, 3 çıxılsın 1. Sonra baxın f 4 5 göndərəndə nə baş verir?
4 vurulsun 5 çıxılsın 1. Sonra F7 8'i göndərən nə baş verir? F7 8 göndərən 7 vurulsun 8 çıxılsın 1. Və sonuncu F2 4'ü göndərən nə baş verir? 2 vurulsun 4 çıxılsın 1. Təbii ki, bunun nəticəsi 4 olur, 16 olur, 49 olur, burada da 6 olur. Yəni müvafiq olaraq bunlar dəyişir. Neçə olur? 4, 16, 49 və 6. Ən sonda sum A-nı istəyir. Ümumi cəmi 20, 25, 25, deməli bu neçə eləyir? 26 daha doğrusu 75. Ümumi cəm bizə nə verir? 75. Baxın görün alqoritmik düşüncəni başa düşdünüz yoxsa yox? Hansında? Bax, ora diqqət elə. Bura mən hansı qiyməti göndərirəmsə, bax, buranı indi təmizləyirəm. Bax, məsəl üçün, bax 78 qiymətinə. 78-də F7 6-nı göndərməyini başa düşdün, 7 8 daha doğrusu. Bax, indi 7 8 göndərəndə fikir ver. Dövrüm neçə dəfə işləyir? 1-dən 7-yə qədər. Bəli, tamamilə doğrudur. Hər dövrdə S-in üstünə nəyi gəlir? Bəli, X neçədir? 7-ni 7 dəfə cəmləyir. Neçə eləyir? 49. Elə bu da 7 vurulsun 8 çıxılsın 1 deyil. Bəli. Uşaqlar, başqa kiməsə qaranlıq qalsa desin. O zaman keçdi 27-ci sual. 27-ci sualda A 8-dir, B də 4-dür. MAB, yəni 8 4 axtarırıq. M 8 4-dür. M 8 4. Uşaqlar, M 8 4-də X nəyə bərabərdir? F 4 6 bərabərdir. Biz F4 6-nı yazaq bura. F4 6. X nəyə bərabərdir? 6-ya. Y nəyə bərabərdir? 11-ə. X üstə gəl Y, yəni 17. X-in qiyməti. İndi Y nəyə bərabərdir bəs? F, X artıq X-in qiyməti neçədir? 17. 17, 19. İndi 17, 19'u buraya yazıram. X-in qiyməti 19, Y-in qiyməti 24. X plus Y bizə nə verir? 3, 43. Və bizə nə deyir? X plus Y tap. 17 və 43'ün cəmi 60. C variantı. Aydındır uşaqlar. Kimsə sualı qalırsa deyin. Əla. Uşaqlar 28. 28. 28-ci sualda görün nə deyir. Deyir ki, Python-da yazılmış alt proqramın nəticəsini müəyyən edin. Def fx a0. Uşaqlar deyir ki, for in. İ'nin qiymətini f nədən götür? F234-dən. İndi F234'ü göndərirəm bura. Uşaqlar deyir ki, A'ya bir boş siyahı verir. Deyir ki, while x nə qədər ki 0-dan böyükdür. Yəni birinci 234 böyükdür 0-dan. Deyirəm hə. A.append A'ya göndər. Setir A'nı ona böl sətir tipində. Vur elə A'nın ona bölünmüş qalığın özünə. Yəni 4'ü vur 4'ə. Nə olur? 4, 4, 4, 4. Yəni A'ya göndər bunu. A'nın içərisində olacaq birinci element 4444, amma sətir tipində. Üstə gəlinsin. Növbəti x'i də ona böl. X olsun 23. İndi ikinci dövrdə 23 böyükdürmü 0-dan? Deyirik hə. Yenə A'ya göndər nəyi? Ona bölünməsindən alınan qalıqdan, yəni dırnaqda 3, vurulsun 3. Yəni 3, 3, 3. 333'ü bura göndər. Bu da sətir tipində olur. Daha sonra x'in qiyməti olsun 2. Üçüncü dövrdə 3 böyükdürmü 0-dan? Deyirik hə. A'ya nəyə göndər? 3 yox. 2 qalır. 2 böyükdürmü 0-dan? Hə. Dırnaqda 2 vurulsun 2. Yəni 22 dırnaqda. Bu da 22. İndi baxın, bu artıq bitdi. Bizə nə demişdi? İ'nin qiymətlərini buradan götür. İ'nin qiymətləri bir dəfə 4444, bir dəfə 333, bir dəfə də 22 olmalıdır.
və neynə? S-in üzərinə həmən o i'ləri intə çevir gəl. Yəni bu 3 ədədi int tipində topla. 9, 9, 7, 4. 4799 A variantı. Bəli. Hansı hissəni başa düşmədin? De bir dənə. Bax, 234-ə fikir ver. X-in qiymətini 234 böyükdürmü sıfırdan? Bunu başa düşdün? Bax, buranı göndərdim. Bax, deyir ki, A.append. Append metodu neynirdi Mehri? De görüm. Append metodu neynirdi? Mehri. Append metodu siyahının sonuna həmən elementi əlavə edirdi. İndi bu nə deyir? Nəyə əlavə? Deyir ki, x-i 10-a böl. 234-ü 10-a bölündə qalıq neçə eləyir? Qalıq. Bəli. Deyir STR tipində 4, yəni dırnaqda 4-ü vur. 234-ü 10-a böl, yəni 4-ə vur. STR 4-ü int 4-ə vuranda nə verir bizə? Ay sağ ol. Bəli. Sonra da deyir x-i 10-a böl, tam hissəni götür. 234-ü 10-a böləndə tam hissə neçə eləyir? Ay yaşa. Əla. 23. Daha sonra bax 23 böyükdür sıfırdan? Hə. Yenə 10-a böl, qalığı götür. Vur tam hissəsinə. Sonra bura göndər. Bəli. Ən sonunda bunları int elə cəmlə. Aydındır? Əla. Hə, uşaqlar, sonra keçdik 29-cu suala. 29-da uşaqlar A2-dir, B 4-dür, C 8-dir. F, A, B, C, yəni 2, 4, 8. X, Y-dən böyükdür, false, or. Y, Z-dən kiçikdir, true. X, Z-dən böyükdür, false. Y, Y-dən, X, Y-dən kiçikdir, true. Bura true verir bizə, burada true verir. True and true bizə true verir. Orlarda bir dənə true olsa bəs idi yadınızdadırsa. Uşaqlar deyir x artıq bura icra olunmayacaq. Tutardı. X bərabərdir, x vurulsun 2, 4, üstə gəl y 8. Y bərabər x 8 üstə gəlsin y 12, çıxılsın z. Bu deyir 4. X z bərabərdir, x 8 üstə gəlsin 2 y eləyir 16. X üstə gəl y 12 çıxılsın 16 mənfi 4. A variantı. Bəli. Bəs bayaq mən nəyi izah elədim? Dedim ki, funksiyanın içində return bir dəfə qiymət qaytarır. Sənə göndərəcəyin qiymətlərin bir dənə return eləyəndə digərlərinə keçməyə ehtiyac görmür artıq. Sənə lazım olan qiyməti qaytarır. Yox, yox, yox. Diqqətli ol. Bax, onu dərsdə də demişdim mən ki, if-lər yalnızca defin daxilində ardıcıl olaraq yoxlanılır. Qalan başqa bütün yerlərdə əgər break və yaxud da continue yoxdursa, dövrün daxilində falan hamısında bir-bir yoxlanır. Aydındır? Keçdik 30-a. Yoxsa 30'u yazmamışdınız? Nə, belə, hə, yazmısınız. Bir dəqiqə. 30. 30. Uşaqlar, 30-da F678 axtarır. Baxın, F678-i göndəririk bura. S0'dır. Deyir, N sıfırdan böyükdürmü? 678 böyükdür sıfırdan birinci dövrdə. Deyirəm, hə. K bərabərdir 678-in 10-a bölünməsinə alınan qalıq, yəni 8. N bərabər N-in 10-a bölünməsinə alınan tam hissə 67. S bərabər S üstəgəl K. 0 üstəgəl 8. İkinci dövrdə indi N-i soruşur. 67 böyükdürmü sıfırdan? Hə. K bərabərdir 7, M bərabərdir 6, S bərabərdir 8 üstəgəl 7, yəni 15. Üçüncü dövrümüzdə 6 böyükdürmü sıfırdan? Hə. K bərabərdir 6, M bərabərdir 0, S bərabərdir 21. Uşaqlar, 4-cü dövrdə
0 böyükdürmü 0-dan? Deyirik ki, yox. 0 0-dan böyük deyil. S-i çap elə 21. C variantı. Nuray aydındırmı? Əla. İndi uşaqlar 30-dan 40-a qədər suallarınızı yazın. Yazaq uşaqlar. Deməli 31 var. Sonra 32 var, 33 var, 34 var. Hamısı var ha? Tamam. Başlayaq. 31-dən başlayaq uşaqlar. Python dilində yazılmış alt proqramın nəticəsini deyir tapın. Uşaqlar bax burada biraz vəziyyət başqa cürdür. Burada nə edirik? Bunu keçək götürək. Uşaqlar i-nin qiymətlərini yazaq. I-nin qiymətləri baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10 qiymətlərini götürür. Hər dəfə a-ya nəyi göndərir? Bax fikir verin. Biz burada funka mən deyən sual deyil bu. Funka 5 verib buna. Bir dənə də fərqli bir sual var burada. Bax fikir verin. İndi hər dəfə 5-i buradan götürürüksə, düzdürmü? Hər dövrdə 5-i i-yə bölür, qalığı götürür və 5-i i-yə bölür, tam hissəni götürür və bunları cəmləyir, a-ya göndərir, a siyahısına göndərir. Deməli, nəyə göndərir a-ya? Baxın, 1-i, birinci, bax, 5-i 1-ə bölür, 5-i, bax, belə yazaq da, 5 faiz 1, üstə gəlsin 5 faiz, faiz yox, qoşa drop 1. Qoşa drop 1. Daha sonra nə deməkdir? Bax, 5 faiz 2, üstə gəlsin 5, qoşa drop 2. Bu formada yazır. Məsələn, 5-i 1-ə böləndə qalıq nə qalar? 5 özü. 0, 0, 0. 5-i 1-ə böləndə tam hissə nə qalar? 5 özü. Bu elədir 5. 5-i 2-yə böləndə qalıq nə qalar? 1. 5-i 2-yə böləndə qalıq tam hissə nə qalar? 2. Bu eləyər 3. İndi 5-i 3-ə böləndə qalıq nə qalar? 2. 5-i 3-ə böləndə tam hissə nə qalar? 1. Bu elədir 3. Daha sonra 5-i 4-ə böləndə qalıq 1. 5-i 4-ə böləndə tam hissə 1. Bu elədir 2. 5-i 5-ə böləndə qalıq 0. 5-i 5-ə böləndə tam hissə 1. Bu da elədir 1. İndi 5-i 6-ya böləndə, baxın, burada fikir verin. 5-i 6-ya bölsək, qalıq 6. 5-i 6-ya bölsək, tam hissə 0. 7-ni 5-i 7-yə bölsək, qalıq 5. Deməli, 5-i 7-yə bölsək, tam hissə 0. Sonra 5-i 8-ə bölsək, qalıq 5. Bax, buradan sonra ancaq 5 alınır. Düzdürmü? Bax, hamısında 5 alınır. 5 üstəgəl 0. 5 üstəgəl 0. 5 üstəgəl 0. 5 üstəgəl 0. Bir dənə bəl, məsəl üçün, belə deyək də. Bax, yenə də burada da 5-i 9-a böləndə qalıq 5. 5-i 9-a böləndə tam hissə 0. Amma burada yenə də 5-i 10-a böləndə qalıq 5. 5-i 10-a böləndə tam hissə gedir. Yenə də bu 5 qalır hamısında. Hamısında 5 qalır. 5, 5, 5, 5 və 5. Şurada nə deyir? Ən sonda sum k,
bunun bizə A-nı qaytaracaqdır, düzdürmü? A-nın da içində bu elementlər və bunun cəmi 1, 2, 3, 4, 5, 6 dənə 5, 30, 36, 39. B variantı. Sadəcə ardıcılıqdan yazmaq lazımdır. Sonra getdik 32-ci sual. Uşaqlar 32-ci sualda nə edir? 32-ci sualda def f-in S1'dir. Buradan qiymətlər, baxın, i-nin qiymətləri 1, 2 və 3 qiymətini göndərir. İndi i-nin 1 qiymətində y-in üzərinə f1-i gəlir. F1-i bura yazsaq, deməli, burada 1-dən 2-yə qədər yalnız i-nin 1 qiymətində dövr var. S-i 1-ə vurur. 1-i 1-ə vurur, eləyir 1. Deyir ki, 1-i 2-yə böləndə qalıq 1-dirmi? Deyirik, hə. S-in üzərinə 1 gəlir. S olur 2. Return S. 2 qiymətini göndərir bura. 2 üstəgələk olur. Sonra i-nin 1 qiyməti getdi, i-nin 2 qiymətində. I-nin 2 qiymətində, bu qiymətdə getdi 2 qiymətində. İndi i-nin qiymətləri nə olur? 1 və 2 olur. İndi i-nin 1 qiymətində 1 vurulsun 1, 1 eləyir. Sonra S 1-i 2-yə böləndə 1 eləyir. S-in qiyməti 2 olur. Daha sonra i-nin 2 qiymətinə gəlir. İndi S-in qiyməti artıq 2-dir. 2-ni vurur 2-yə, eləyir 4. 4-ü 2-yə böləndə qalıq 1-dirmi? Yox. Return S 4-ü qaytarır bura. İndi gəldi 2 qiymətdə. İndi 3 qiyməti. 3 qiymətini bura yazanda 1-dən 4-ə qədər olur. Yəni 3 və 4, deməli 3 yazanda, 3-ə qədər 4 qiymətini götürmür. İndi 1 qiymətində yenə S-in qiyməti 2 olur. 2 qiymətində yenə S-in qiyməti 4 olur. 3 qiymətində 3-ü vurur 4-ə, eləyir 12. 12-ni 2-yə böləndə qalıq 1-dirmi? Yox. Return S 12-ni qaytarır. Bu bizə nə verir? 18. Bitdi. C variantı. Sorular başa düşülürmü? Əla. Keçək 33-ə. Python dilində yazılmış alt proqramın nəticəsini müəyyən edin. Def fx, x bərabərdir str x. Gəlin görək birinci aşağıdan nə göndərir? A 4454, S0, while fa. Fa, baxın, f 4454 böyükdürmü 10-dan. Gəlin indi f 4454-ü hesablayaq. F 4454 bizə str x verir. 4454'ü str tipində verir. K0'dır. For in range 0-dan len x-ə qədər. Bu nə edir? Burada len x 1, 2, 3, 4. 4'ə qədər deməli 0, 1, 2, 3'ü götürür. Deyir K'nın üzərinə gəlinə int xi, x0. Bax burada 0, 1, 2, 3. Vur 2'yə. Deməli K'nın üzərinə nəyə gəlir? Bu ədədlərin rəqəmlərinin 2 mislini. Yəni K neçə olur? 4 vur 2, deməli 8, 8, 10'u və 8'i gəlir. 34. Deməli bunun qaytaracağı return K bizə 34. 34 böyükdürmü 10-dan? Deyirik, hə. 34 ondan böyükdür. Daxil olan kimi S-in üzərinə S bərabərdir. S-in üzərinə 0'ın üzərinə f-anı gəlir. F-anı bizə nə qaytardı? 34 qaytardı. 34'ü gəlir, S oldu 34. A bərabərdir fa, yəni 34. A-nın qiyməti f-anın qiymətini aldı. Yəni 34 aldı. İndi yenidən dövr edib qayıdır yuxarı. Deyir fa, yəni f34 böyükdürmü ondan. İndi f34'ü biz bura göndərəndə bilirik axı burada artıq işləmə prinsipini. Burada 6, burada 8 oldu. Və bunların cəmi bizə 14 verdi. 14 böyükdürmü ondan? Deyirik, hə. Hərdirsə S bərabərdir 34 üstə gəlinsin 14, elədi 48. A da bərabərdir FA, yəni 14-ə. İndi gəlir 3-cü dövrdə, ikinci dövr idi. 3-cü dövrdə F14 böyükdürmü 10-dan? F14'ü göndərəndə burada 2 olur, burada 8 olur. Bunların da cəmi bizə 10 verir. 10 böyükdürmü 10-dan?
Deyirik ki, artıq yox. 10 ondan böyük deyil. False, iş bitdi. Bizdən nəyi soruşur? Sonda S-i, deməli sonuncu S-imiz oldu bizim nə? 48. Bu biraz dolaşıq sual uşaqlar. Başa düşməyən varsa desin. Bəli. Hansı hissəni başa düşmədim? Nə deyə bilərsən? Tamam. Bizə saniyə uşaqlar. Bir stəkan su götürün. Olan şeylər. Hə, uşaqlar. Uşaqlar, baxın, birinci dövrdə FA, yəni F 4454-ün ondan böyük olması şərtini qoyur. Biz F-ə də 4454-ü göndərəndə funksiyaya daxil olan kimi x-in qiymətini setr edir. Dırnaqda 4454. Daha sonra for i-ni 0-dan len x-ə qədər, len x-ni də 4-ə qədər. Yəni 0-dan 0, 1, 2, 3. K-nın üzərinə int x-i-nin 2-yə vurmasını gəlir. Int 0, 1, 2, 3. Birinci x 0-ı götürür, 2-yə vurur, üzərinə gəlir. Bunu 2-yə vurur, üzərinə gəlir. Bunu 2-yə vurur, üzərinə gəlir. Bunu da 2-yə vurur, üzərinə gəlir. Biz buradan 34 qiymətini alırıq. Bunu başa düşdün? Hə. İndi bax, 34 böyükdür 10-dan. Deyirik true. S bərabərdir 0 üstə gəlsin FA. FA-dan qayıdan qiymət bizə nə oldu? Elə 34 oldu deyə. S-in qiyməti oldu 34. A da bərabərdir FA-ya. Yəni FA-dan gələn nəticəyə bərabərdir. 34-ə bərabər. İkinci dövrdə yenə yoxlamalıyıq ki, while FA F34 böyükdür 10-dan. Yenə biz 34-ü bura göndərəndə indi bunun leni artıq 2 olur deyə 0-dan 2-yə qədər 0-1 qiymətinə baxır. Int x1 x0 daha doğrusu 3'ü vurur 2'ye 6, üstünə gəlir 4'ü 2'ye vurur 8. Bu da elə də 14. 14 böyükdür mü ondan? Deyirik hə. S bərabər S üstə gəlsin FA, yəni 14, elədir 48. Və sonda A bərabərdir 14-ə. A bərabərdir 14. İndi üçüncü dövrdə F14 deyir böyükdür mü ondan? Yəni bunların iki misli 2, 8. 10 böyükdür mü ondan? Deyirik yox. Ona görə dövr bitir və S-in 48 qiymətini götürürük. Aydındır. Dəqiq Aysel yoxsa? Əla. 33. Hə, 34. Uşaqlar 34 biraz çətin sual. 34-ü ümumiyyətlə yazan olur. Əlini qaldırsın görüm yazanlar. Heç kim yazmayıb, hə? Hə, uşaqlar. Baxın. Burada iki dənə söhbət var. Biz burada bir funksiyanın nə tapdığını yoxlamalıyıq. Bax, biriniz gəlin funksiyanın nə tapdığına baxaq. Funksiyanın nə tapdığına baxaq. Uşaqlar, bax, funksiya mənim burada çox diqqətlə baxın, çox diqqətlə baxın. Bax, funksiya mənim burada, bax, bu çərçivədə olan hissəyə baxıram. Uşaqlar, indi mən sizə bir sual verirəm. Bax, bir ədəd düşünün ki, tutaq ki, bir ədədimiz var, 24.
Riyaziyyatdan bunu bilirsiniz. 24'ün biz sadə və yaxud da mürəkkəb olduğunu tapmaq üçün bölənlərinin sayını bilməliyik. Bölənlərinin sayı 1-dən başlayıb özünə qədər gedirsə, yəni 1-dən 24-ə qədər bölənlərini yoxlayanda say 2-yə bərabər olanda bu sadədir. Say 2-dən çox olanda mürəkkəbdir, düzdürmü? 1-dən başlayıb özünə qədər gedəndə. Amma bir də var ki, 2-dən başlayırsan, ədədin yarısından bir vahid çoxa gedirsən. Yəni 13-ə qədər yoxlayırsan. 24-ə aid daha bu misalım. 2-dən başlayıb 13-ə qədər gedəndə əgər bölənlərinin sayı 0-a bərabərdirsə bu sadədir. Bölənlərinin sayı 1 və yaxud daha çoxsa bu mürəkkəbdir. 1 və yaxud da daha çoxsa bu mürəkkəbdir. Bax bu hissəni başa düşməyən var. Bu dediklərimi başa düşməyən varsa desin. Çünki bax fikir versək, məsəl üçün deyək 17. Sadədədir, düzdürmü? 17-nin 1-dən 17-yə qədər baxsaq 2 dənə böləni var. 1 və 17. Bu sadədir. Amma 2-dən baxsaq, 2-dən yarısının üzərinə 1 gəlib baxsaq, 17-nin yarısı 8 eləyir təxmini, bir də gəlsə 9. 2-dən 9-a qədər bunun heç böləni yoxdur. Ümumiyyətcə bunun 2-dən 16-ya qədər böləni yoxdur. Özünə qədər hətta. Həm özünü götürə bilərik, həm də yarısının üzərinə 1 gəlib yoxlaya bilərik. Bu riyazidir. İndi fikir verin, bura göndərəcəyimiz ədəd nədirsə, deyir S0-dır. 2-dən yarısının üzərinə 1 gəlir. Yəni yarısına qədər ədədləri yoxdur da. Yarısına qədər. Deyir, əgər x-in bunların birinə bölünürsə, yəni 2-yə, 3-ə, 4-ə və s. x-in yarısına qədər bir ədədə bölünürsə, s-i bir vahid artır. Brick dövrü sındır. Brick, uşaqlar, brick nədir? Brick'i görən kimi, brick keçmişəm məsələ, bir dənə o mənə deyil. Uşaqlar, brick dövrü dayandırır. Gəlin indi brick'i bura çatmazdan öncə, gəlin brick haqqında sizə bir məlumat verim. Tutaq ki, bizim bir kodumuz var. Brick çox sadədir. Məsəl üçün deyirəm ki, while s bərabərdir 0, while true. While hər zaman true olan nə olur? Sonsuz dövrə düşür, düzdürmü? S bərabərdir. S üstə gəlinsin. İndi burada da m bərabərdir. 1 yazıram uşaqlar. Burada yazıram ki, m bərabərdir. N üstə gəlinsin. 1. Baxın. 0 yazıram. S üstə gəlinsin. N. Burada yazıram if. Əgər S bərabərdirsə 55-ə, S 55-ə bərabərdirsə, brick və deyirəm ki, print n. Uşaqlar, indi bunu çalışdırım. Baxın, 10 çıxdı cavab, görürsünüz. Bax, bu nə deməkdir? Deyirəm, n-in üstünə 1 gəl. S, deməli, n-in qiymətləri nə olar burada? N-in qiymətləri 1, 2, 3, 4, 5. Burada da s-in üzərinə n gəl. Yəni, bir dəfə 1-i gəl, növbəti dəfə 2-ni, növbəti 3-ün, növbəti 4. Deyirəm, 55 olanda brick dövrü sındır. Amma mən bura brick qoymasam, bax, fikir verin indi. Brick qoymasam nə baş verəcək? Brick qoymasam, belə yazım. Dəqiqə. Print len n, hə, bunu silmədim axı. Bunu silək. Şərt qoymuram da, bunu silək. İndi bura baxın. Bax, bu dayanmır artıq. Uşaqlar, bu gedir ta ki RAM dolana qədər. Görürsünüz, hesablaya ardıcıl bir addımlar da gedir. İndi mən bura şərt qoydum kanmağa. Müəyyən bir şərtim var. If, əgər s bərabərdir, məsəl üçün deyək ki, 45 olanda, bu da 2 bərabər yazmalıyam təbii ki. S 45 olanda, bərabər 45 olanda, brick, print n, ən sonda. İndi buranı çalışdırım. Hani 9 çıxardır. Brick-in işləmə prinsipi odur və brick yalnızca daxil olduğu dövrü sındırır. Məsəl üçün, belə bir şey deyək. Buranı yazıram ki, while, məsələn, i bərabərdir 1, while, tutaq ki, i nə qədər kiçikdir 100-dən.
Uşaqlar, burada deyirəm ki, S bərabər S üstə gəlinsin 1. Burada deyirəm ki, while S nə zaman kiçikdir ondan S bərabərdir. Yox, S yazmıram. I bərabər n daxil edeyim. Yəni buradan görmək üçün, tam dəqiq görmək üçün. N bərabərdir 2i 0-a. Burada deyirəm ki, S nə qədər ki ondan kiçikdir. N bərabərdir n üstə gəlinsin 2. N üstə gəlinsin 2. If n əgər n yox, S əgər yox, n yazın. Tam tez görün. N bərabər olanda 4-ə, n 4-ə bərabər olanda break eləyirəm. Bəni görəsiniz burada necə çalışır. N bərabər olanda break eləyirəm. Sonra və S-in üzərinə 1 gəlirəm. Ən sonda bura nə yazıram uşaqlar? Deyirəm ki, print. Məsələn, burada bunu görmək üçün biz bir dənə ulduz işarəsi qoyaq. Ulduz işarəsi və ulduzdan sonra da end qoyaq ki, qarşı-qarşıya yazsın. End bərabər dırnaq açın bağlayayım. Bunu yazandan sonra indi bax fikir verin. Bizim S-imiz bu da 100 biraz çox olur. 100 biraz çox olur. Bunu i-nin qiymətini, S-in qiymətini 10 qoyaq, i-nin qiymətini də 20 qoyaq. İndi çalışdırım bir dənə. Görüm istədiyim formanı alırmı? Burada break 1 oldu. Niyə? S ondan kiçikdir. Hədə n 2, 2, 4. Dəqiq istədiyim formanı almadı. 2 saniyə. Deməli, i 1 kiçikdir 20-dən. Hə, S bərabərdir 1-ə. 1 kiçikdir ondan. Hə, n bərabərdir 2-yə. If n 2-yə bərabərdir, print. Hə, i-nin qiymətini artırmağa qoymamışam. I-nin qiymətini də artırım. İndi bir dənə düzələcək. I bərabərdir. I böyükdür. Üstə gəlsin 1-ə. Bir dəqiqə görə burada niyə problem eləyir bu? S1 oldu. S1 oldu. S'in qiyməti 1. Sonra 1 kiçikdir mi ondan? Hə. N üstə gəlsin. Hər dəfə S ondan kiçik olurmu? S'in qiymətini burada bir vahid artırır. I-nin qiymətini burada. Qarışıq oldu biraz. Qarışıq oldu biraz. Bir saniyə uşaqlar. Qarışıq oldu. Belə yazım bunu mən sizə. While. Direkt bu sualın üstündə işləyəm sonra. While. Məsəl üçün I kiçikdir ondan yazıram. I kiçikdir ondan. I bərabərdir. I plus 3. Məsəl üçün belə bir şey yazıram. Və if yazıram. If əgər i bərabərdirsə 6-ya deyirəm break. Amma burada bir dənə də baxın görün nə yazıram. I bərabərdir. I üstə gəlinsin 10. Bu indi print i yazıram burada. İndi bura fikir verin. İndi bura fikir verin. Bax bu 20 alındı. Burada niyə 20 alındı uşaqlar? İndi birinci dövrdə bizim i-mizin qiyməti nədir? 1. Baxın 1 kiçikdir mi ondan? Deyirəm hə. 1 ondan kiçikdir. I-nin qiyməti neçə olur? I-nin qiyməti olur 4. I-nin qiyməti 4. Düzdürmü? Sonra 4 kiçikdir mi ondan? Deyirik hə. I-nin qiyməti neçə oldu? 7. 7 kiçikdir mi ondan? Deyirik ki hə. I-nin qiyməti oldu 10. Ən sonda 10 kiçikdir mi ondan? Deyirik ki yox. Baxın indi i-nin 10 qiymətini aldı. Gətirib i-nin 10 qiymətinin üzərinə gəldi. Print i 20-ni çap elədi. Bax burada i bərabərdir 6 şərtini görmədi bizim bu qiymətimizdə. Amma indi fikir verin. Buranı mən 0 eləyən kimi fərqli bir qiymət çıxacaq və 16 çıxdı. Baxın səbəbi nədir? 0 kiçikdirmi ondan? Deyirik hə. I bərabərdir 3. I bərabərdir 6-ya yox. 3 kiçikdir ondan. Deyirik hə. I bərabərdir 6. Uşaqlar 6-ya bərabərdirmi? Deyirik hə. Break. Bax, break olsa dövrü sındırdı. Bax, bəzən uşaqlar deyirlər ki, müəllim, break hər şeyimi sındırır. Yox. Break yalnızca dövrü sındırır və daxil olduğu dövrü saxlayır. Və ən sonda, bax, bu aşağıdakı hissə yenidən icra olunur. I-nin üstünə 10 gəldi. Neçə çıxardı burada qiymətini?
16. İndi bu birik haqqında bir iki dənə sual hazırlayıram sizə. Birikin təxmini işləmə prinsipini kim başa düşsə bir dənə plus atsın. Təxmini işləmə prinsipini. Əla. Fatimə. Fatimə sən neçənci sinifsən? Baxsadə. Fatimə çıxmısan bala? Vay yazıb. Görüm Fatimə burada yoxsa çıxıb. 10-cu sinifsən? Hə. Yaxşı Fatimə çıx, amma video qeydə mütləq baxarsan. Uşaqlar, baxın, indi burada ədəd 2-dən x bölünsün 2 üstəgəl 1-ə qədər davam edir. Əgər bu x-in i'lərin arasında böləni varsa, s-i bir vahid artırsın və birik eləsin. İndi uşaqlar, bax, fikir verin. F-i bizə nə zaman burada 0 qiymətində bizə true verir? Bizə 0 verməsi üçün bölən olmamalıdır. Deməli, bu hissə nəyi hesablayır, nəyi nəzər yetirir? Bax, bir dənə mənə yazın görüm onu. Bax, fikir verin. Əgər s böləni varsa, s bir vahid artıq birik verir. Böləni yoxdursa, s 0 olaraq qalır. Bizə də f-inin 0 olması lazımdır ki, true qiymətini alaq. Deməli, nəyi tapır bu? Fikir olan varsa səsini açsın desin. Yox. Sadə olub, bax, bura göndərdiyimiz ədədin sadə olub olmadığını. Baxın görün başa düşdü. Bax, bura göndərdiyimiz ədədin sadə olub olmadığını. Çünki bizə f-imiz 0 olmalıdır. F-imizin qiyməti s0 qayıdırsa, bu da bizə nəyi tapırdı? Ədədin sadə olub olmadığını. Buradakı rangedə deyir ki, 2-dən a üstəgəl 1-ə qədər. Əgər a-ilər, yəni 2-dən a plus 1-ə qədər böləni varsa, tam bölünürsə və həmən o bölən sadədirsə, həmin o bölənləri neynə? M siyahısına əlavə elə. Deməli, ədədin, daxil edilən ədədin sadə bölənlərini çap edir. Sadə bölənlərini. Başa düşən oldu. Uşaqlar, başa düşən olsa plus atsın, düşməyənlər minus atsın. Baxın uşaqlar, bir də deyirəm. Bax, tutaq ki, bura 24 göndərmişəm. Bax, fikir verin. Tutaq ki, bura 24 göndərmişəm. Hani bu eni bu? Hə, azdır. 24. Bax, fikir verin. 2-dən 25-ə qədər qiymətlər yoxlayır. 2-dən 25-ə qədər. Deməli, 2-dən 24-ə qədər. Deyir ki, əgər if a 24 i'yə tam bölünürsə, 24-ün bölünəcəyi i'lər hansılar olacaq burada? 24 nəyə bölünəndə bu qiymətlər arasında tam bölünür? 2-yə, 3-ə, 4-ə, 6-ya, 8-ə, 12-yə və 24-ün özünə. Yəni, buranın true olması üçün mütləq şəkildə bu lazımdır. Bax, buradakı qiymətlərin arasında da fikir verin. 2-ni göndərsək bura, 2-ni göndərsək bura nə olur? 2-ni 2-yə bölündə 1, 2-dən 2-yə, 2-dən 2-yə dövr işləmir. Dövr işləmirsə, deməli, s-in 0 qiymətini göndərir. F-i deməli 0 qiymətini alırmı? Hə. Deməli, 2 qiymətində burada true olur, burada true olur. M.append i, M-ə göndərir 2-ni. Baxın, indi 3 qiymətində. 3 qiymətində 3-ü 2-yə böləndə tam isə 1. 1-in üstünə 1 gəlir, yenə 2. Yenə 3 qiymətində nə göndərir bura? 3 qiymətində 0-ı göndərir. 3-ü də 2-ni, 3-ü göndərir bura. İndi fikir verin.
İndi fikir verin. İndi növbəti qiymət 4. 4'ü 2'ye böləndə 2, üstünə bir gələndə 3. Deməli 2-dən 3-ə qədər 2 qiymətini yoxlayır. Amma bura göndərdiyimiz nədir? 4. 4 onsuz da 24 4'e bölünür. Bir dəfə də f-ini yoxlayır. Deyir for in range bu if x 4 2'ye bölünəndə qalıq 0'dır. Hə. S-in üstünə 1 gəl. S-in üstünə 1 gəl. S oldu neçə? 1. S oldu 1. Break dövrü sındır. Dövrü sındıranda S-in nə qiymətini göndərir bura? 1 qiymətini göndərir. Deyir 0'a bərabərdir bu. 1 0'a bərabərdir. Deyir ki yox. Deməli 4 bizim işimizə yaramadı. 6'da da yaramaz. 8'də də yaramaz. 12'də də 24'də də. Yalnız 2 və 3'ü, yəni ədədin sadə bölənlərini çap elədik. Bir də məsəl üçün düşünsək ki, bir ədəd düşünək məsəl üçün 34. 34'ün bölənlərini yazsaq, tutaq ki, A'yı 34 daxil eləmişəm. Burada hansılardır? 2'dən 34'ə qədər hansılardır? 2'dən 34'ə qədər. 2'dən 34'ə qədər 2, sonra başqa nə var burada buna bölünən tam? 2, 34'ün bölənləri nə var? Bir dənə 2 var, değil mi? Bir də 17. 2'dən 17. Bu uşaqlar fikir verin. 2 qiymətində də bizə 2'dən 2'yə dövr yoxdur deyə S-in 0 qiymətini qaytarır. 2'ni də göndərir M siyahısına. İndi 17'yə baxaq. 2'dən 17'ni 2'yə böləndə 8 üstəgəl 1'ə qədər. Yəni 2'dən 8'ə qədər bölənləri. 17'nin 2 və 8 arasında böləni var. Ya 17 2'ye bölünmür, ya 3'e bölünmür, ya 4'e, ya 5'e, ya 6'ya, ya 7'ye, ya 8'e. Bölünmədiyi üçün S 0 olarak kalır. Return S 0 qiymətini göndərir. 17'ni də göndərir M funksiyası, M siyahısına. Deməli həm 2'ni, həm də 17'ni göndərir. Yalnızca nələri göndərir? Bölənləri arasında sadə olanlarını. Hı? Yox. 34'ün özü yox. 34'ün özünü biz eləmirik. Hə, 34'ün özü də var ya əslində burada, düz deyirsən. 34'ün özündə 2'dən 10 neçəyə qədər? Deməli 2'nin özünə bölünürmü 34? Hətta bir dənə böləni olsa belə S-in qiyməti bir vahid artıb birik edir. Düzdürmü? Ay sağ ol. Tutardı, ona görə onu götürmür. Uşaqlar kim başa düşsə plus atsın. Fatimə indi başa düşdün. Əla. Taciyə, əla. Uşaqlar yaxşı, kim başa düşmədisə yenə minus atsın. Bu sual bizi çox yordu. Getdik 35-ci suala. Uşaqlar 35'də deyir ki, x bərabərdir 5'ə. Baxın, 5 böyükdür 0-dan birinci dövrə. Deyirik, hə, fun 5. Fun 5'ə göndərəndə, fun 5 nə edir? 1'dən 6'ya qədər. Neçə dənə dövr var? 1'dən 5'ə qədər hesablanır. Düzün, 5 dənə dövr var. Hər dövrdə nə edir? Print x. Print x və end varsa, deməli 5 dənə ulduzu yan-yana çap edəcək. Uşaqlar, ən sonda end var deyə növbəti printdə artıq bunun qarşısından çap etməlidir. Ona görə bir dənə burada print qoyur. Boş printin içində nə var əslində? Slash m var da, doğrudurmu? Bir dənə də bunun qarşısında print, boş print heç nə çap eləmədən düşür aşağıda gözləyir ki, növbəti başlayanda aşağıdan başlasın. İndi x-dən 1 çıxır, qalır 4. 4 böyükdürmü 0-dan? Bəli. Bu zaman 4 dənə ulduz çap edir. Daha sonra yenə düşür aşağı, 3 dənə ulduz çap edir. Sonra 2 dənə ulduz çap edir. Sonra bir dənə ulduz çap edir. Kimsə başa düşmədisə desin. Otuz altı. Uşaqlar, baxın, burada da bayaqki suala oxşardı. 10-dan 99'a qədər qiymətlər götürür. 10-dan 99'a qədər.
If əgər fj sıfırdırsa print j-ni çap edər. J-nin qiymətləri 10'dur. Baxaq görək bu neyir? Məsələn 10'u götürüb buraya yazsaq, qiymətlər 2-dən 10'a qədər. Əgər 2-dən 10'a qədər x-in baxın özünü götürmür. 2-dən 9'a qədər. Bayaq sizə riyazi misal çəkdim ha. 2-dən özündən aşağı ədəd verəndə bölənlərin sayı 0 olmalıdır. Sadə olması üçün. İndi x 12'ye bölünürmü? Bölünür. 15'e bölünürmü? Bölünür. Deməli k 1 artır. K artan kimi break eləyir, sındırır. Bizə mütləq şəkildə qiymətin 0 qayıtması lazımdır. Yəni k bölənlərini sayır. Yəni böləninin sayı deyir 0 olsun, böləni olmasın. Böləni olmasınsa həmin o j-ni çap edir. Deməli neynir? Bütün iki rəqəmli sadə ədədləri çap edir. Bütün iki rəqəmli sadə ədədləri çap edir. Uşaqlar bu sualı başa düşdünüz artıq. Bir dənə pülüsün görün, pülüs minus atın görün buna. Məncə artıq başa düşərsiniz. Keçən dəfəki bayaqki çətin sualdan sonra bu tam aydın olar. Əla. Əla. 36 keçdi 37-yə. Uşaqlar 37-də nə deyir? Baxın. For i in a. i-nin qiymətlərini a-dan götür deyir. 2, 3, 4, 23, 45, 43 və s. Baxın necə davam edir? Deyir f 23'ü 10'a böləndə tam hissə 2, 23'ü 10'a böləndə qalıq 3, f2 3 50-dən böyükdürsə. Gəlin baxaq görək f2 3 nə edir? F funksiyası ümumiyyətcə nə edir? F funksiyasına biz qiymət göndərəndə n nədirsə 1'dən n-1'ə qədər dövr eləyir. Yəni 10 göndərmişiksə 9 dənə dövr eləyir və s-i nə edir? X-i öz-özünə vurur. Məsəl üçün bura tutaq ki, məsəl üçün deyirəm 5, 7 göndərmişik. Bu nə deməkdir? 5, 7 biraz çox oldu. Məsəl üçün 5, 3 göndərmişik. Və yaxud da 4 göndərək. 5, 4 göndəririksə, deməli 1, 2, 3 dənə dövr var burada. Buradan götürür qiyməti. Biri vurur x-ə, biri vurur 5'ə. Alır 5. Növbəti dəfə 1 dövründə. Növbəti dəfə 5'i vurur 5'ə. Alır 25. Növbəti dəfə 25'i vurur 5'ə. Alır 125. Deməli bu nəyi hesablayır? Bura göndərəcəyimiz ədədin üzərində n-1. İndi biz bura 23'dən nə göndərdik? Deməli 2 üstündə 3 çıxılsın 1. Daha sonra 4 üstündə 5 çıxılsın 1. 4 üstündə 3 çıxılsın 1. 6 üstündə 7 çıxılsın 1. 4 üstündə 3 çıxılsın 1. 4 üstündə 5 çıxılsın 1. Bunlardan hansı 50'dən böyükdür? 2 üstü 2 4'dür. Bu kiçikdir 50'dən. 4 üstü 4 64'dür. Bu böyükdür 50'dən. Deməli 4 üstü 2 kiçikdir 50'dən. 6 üstü 6 əlbəttə ki böyükdür 50'dən. Bu da kiçikdir 50'dən. Bu da böyükdür 50'dən. Deməli böyük olanlar hansılar oldu? Baxın bu, bir də bu. 3 dənə ədədimiz oldu. Eləmi böyük olan? 45. Bu nə idi bəs burada? Neçə? 45 oldu. 67 oldu. Hansınsa yazmamışıq. Bu da 50'dən 1. 65 yazmamışıq. Hə, 65'i yazmamışıq. Deməli uşaqlar baxın elə A variantı. 45, 67, 65, 45. Bax bir daha gedib orada imtahanda siz bunu bir yerinə qoyub yazıbsınız 20 dəqiqə vaxtınız gedər. Görürsüz bir dənəsini kəşf edəndən sonra qutardı getdi. Əsas birini kəşf edəyincədir. Kim başa düşmədisə desin. Kimdir o? Mehri nəyə başa düşmədin bala? Bəs bura bax. Burada mən x-ə 5, 4 göndərdim. Fikir verdim 5, 4 göndərdim. 5, 4 göndərəndə dövrüm 1-dən 3'ə qədər. i-nin qiymətləri hansı olur? 1, 2 və 3 olur. Razısan? Bax birinci dövrümdə s nəyə bərabərdir? 1 vurulsun 5'ə. Düzdür? Oldu 5. Bir qiyməti getdi. İkinci dövrümdə s nəyə bərabərdir? 5 vurulsun 5'ə. S-in qiyməti 5 oldu, x-in qiyməti də 5'dir. Oldu 25.
Üçüncü dövrümdə də 2 də getdi. Sonuncu dövrümdə S bərabərdir 25 vurulsun 5 125. 5-dən 4-dən bu 125-i necə aldım? 5 üzərində 4 çıxılsın 1. 5-in kubu. Başa düşdün? Evet. Deməli bu neçədir? 37-yə baxdıq. 38. Uşaqlar 38 indi bunlar haqqında bax bu Evklit alqoritmidir. Bunu keçmişəm mən sizə əslində. Evklit. İndi başa düşsəz, yadınıza düşsə əla, yadınıza düşməsə bunu proqramlaşdırma o açıq suallar yazanda izah edərəm yenidən. Baxın, deyir ki, AB-ni göndərir. Deyir, while nə qədər ki AB-dən fərqlidir, AB fan AB-dən əvəzlə. Baxın, fan XY nə edir? X böyükdürsə Y-dən, X-dən Y çıxır. Y böyükdürsə X-dən, Y-dən X çıxır. Return XY qaytarır ardıcıl olaraq. Evklit alqoritmi. Yadınıza düşsə, heç yadınıza düşməsə bunu açıq suallar izah edəndə izah edərəm yenidən. Evklit alqoritmi əbobu tapırdı yadınızdadırsa. Gəlin baxaq 39-a. 39-cu sualda necə çalışır? Uşaqlar, 39-cu sualda i-nin qiymətlərini A-dan götürür. A-dan götürür deyir. M-M-i 3-ə tam bölünürsə, yəni 0 olursa, qalıq 0 olursa, B-yə göndər append i-dən çıx M-M-i-ni. İndi çox diqqətlə baxın. MMI-yə, yəni 126-nı göndərir MMI-yə. MMI nə edir? 126-nı 10-a bölür, qalığı götürür 6. 126-nı 100-ə bölür, tam hissəni götürür 1. Deməli, ədədin, bura göndəriləcək ədədin ilk və son rəqəmini cəmləyir. İlk və son rəqəmini cəmləyir. Əgər bizim ilk və son rəqəmimiz, yəni 126-da nə olur bu? 7. Deyir, bu ədəd cütdürmü və ondan böyükdürmü? Heç biri doğru deyil, else halına gedir. Return, nam çıxılsın 1, qiymət qaytar, namdan 7-dən 1 çıx 6. 6 3-ə tam bölünürmü? Bölünür. O zaman deyir, B siyahısına göndər, i-dən 126-dan çıx MMI-ni. 126-dan MMI-ni çıxanda 126 çıxılsın, MMI bizə nə nəticəsini vermişdi? MMI bizə 6-nı qaytarmışdı, düzdürmü? Bura 6-nı qaytarmışdı. Nam 1, nam çıxılsın 1-i qaytarmışdı. Deməli 126-dan 6 çıxanda 120 eləyir. Bura göndərdi. 432-dən ilk və son rəqəmi cəmləyəndə 6 eləyir. 6 cütdürmü? Cütdür. 6 ondan böyükdürmü? 6 ondan böyük deyil. Deməli MMI 3-ə bölünəndə 6 3-ə, yox, bir dəqiqə. 6 yox, 5 qayıdır. 5 3-ə tam bölünürmü? Yox. Deməli bu bizə lazım deyil. Sonra 9 və 3-ü göndərir, yəni 12-ni. Baxın, 12 cütdür və ondan böyükdür. Deməli return namın özünü göndərdi. 12-nin özünü göndərdi. 12 3-ə bölünürmü? Bəli. 12 3-ə bölünür. Deməli B-yə göndər nəyi? 943-dən 12-ni çıx. 931-i göndər. 931. 543 9 8 daha doğrusu 5 və 3 cəmi. 8 cütdürmü? Hə. 8 ondan böyükdürmü? Yox. Deməli S nəyə göndər? Nam 8 çıxılsın 1. Yəni 7-ni göndər. 7 də 3-ə tam bölünmür. Və 7 8 15 verir. 15 ondan böyükdür, amma cüt deyil. Deməli burada 14-ü göndərir. 14 də 3-ə bölünmür, bitdi. Deməli print B, B-imizin 2 dənə elementi oldu. 120 və 931. C variantı. Bəli, MM funksiyonu adlıdır. Qutardı ki burada. 40-cı sual var idi uşaqlar. 40-41 var idi suallarda. Deyin görüm. Uşaqlar, baxın, 40-da çox sadədir. Baxın, for i in k. i-nin qiymətlərini k-dan götür. Yəni bir dəfə a-nı götür, bir dəfə l-nı götür, bir dəfə a-nı götür. Bir s-in üzərinə gəl f-i-ni bərabər elə. F-i nə edir? Bax, f-i deyir, əgər bura göndərdiyin element a-ya bərabərdirsə b ilə, b-yə bərabərdirsə a ilə.
Əks halda özünü göndər də. Yəni fərqi yoxdur. A-ları B ilə, B-ləri A ilə, digərləri ilə özünü göndər. Yəni nə edir? Ala, balaba sözündə ala, bala, ba sözündə A-ları B, A-ları B, B-ları A ilə. Belə. Qurtardı getdi. Aydındırmı? 41 də var idi uşaqlar. 41-ə də baxaq. 41 nə edir? Baxın, deyir ki, for i in A split, i-nin qiymətlərini A splitdən gör. A split olsa nə olacaq? Boşluqdan parçalayıb siyahıya əlavə edər. 12, 34, 567, 122. Baxın. Sonra da i qiymətləri bir-bir 12-ni götürər, 34-ü götürər, 567-ni götürər. Və burada nə edir? Str x, str burada funksiyanın adıdır. X bərabər list x. List x olanda 1 və 2 olur. Bax, belə listə çevirir. Daha sonra x nöqtə reverse. Reverse olanda 2, 1 olur. Tərsinə çevirir. Join o da bunları birləşdirir. 2 və 1-i birləşdirir. Return x qaytarır. Str-ni çap edir. Deməli, nə edir? Hər bir elementi tərsinə çevirib çap edir. 21, 43, 765, 221. Aydındırmı? Buradan qalmadı yəqin ki sual. İndi uşaqlar, səs vermə edək. Davam edək. Davam deyənlər plus, yataq deyənlər minus atsın. Buyurun. Hə, heç nə uşaqlar onda. Mən keçə bilirdim. Yəni mən davam eləmək istəyirdim. Görürəm ki, aramızda tənbəllər var. Özü bir xeyli. Uşaqlar, deməli evdə nə edirsiniz? Bizdə sətir və siyahılarla iş qalıb da Python, düzdürmü? Sətir və siyahılar. Sətir və siyahılar qalıb. Heç nə uşaqlar. Nihat, mən səhər saat 8-dən dərsləyəm, inanırsan. Aralarda 15 dəqiqə fasilə eləmişəm. Bax, 15 dəqiqə fasilə. 8-dən dərsləyəm, 8 tamamdan. 8 tamamda oyanmamışam, təbii ki, tez oyanmışam. Yəni, məndə də eyni vəziyyətdir. Yəni, nəzərə alaq. İndi bəs siz, bravo, buraxılışdan sonra nə edəcəksiniz? Buraxılışdan sonra mən sizə Allah günü verməyəsiyəm, onu da bilin. Buraxılışdan sonra saat 1-in yarısına kimi, 12-yə 1-in yarısına kimi əlavələr olacaq. Uşaqlar, necə? Kimi danışın? Solmaz. Niyə olmur ki? Solmaz. Əyani gəl, eləyək. Günü və... Bəli, bəli, bəli. Deməli, uşaqlar, evdə nə edirsiniz? Evdə sətir və siyahılarda deflərə yenidən baxın, yaza bilmədiklərinizi. Yəqin ki, artıq bu dəfə yaza bilərsiniz. Sizə ev tapşırığı vermirəm. Səbəbi də 11-lərdir. Onlar da 11-lərin şotuna kef eləsinlər. Uşaqlar, gələn həftə dərs keçirik. Gələn həftə dərsdir, gələn həftə. Növbəti həftə bir həftə tətildir 11-lərə. Bir həftə, amma onlara dərs olasıdır. Sözümü unutmayın. Onlar hamı dərsə qoşulur. Yalnızca 11-lərə bir həftə tətil verəcəm. Ondan sonra yenidən qaldığımız yerdən davam edirik. Ev tapşırığı vermirəm. Yaxşı. Oldu uşaqlar. Gecəniz xeyrə qalsın.